Davam edirik. İran hərbi qüvvələrini Yəməndən çıxarır və Husilərə dəstəyini dayandırır. Bu barədə Britaniyanın Telegraf nəşri İranın yüksək rütbəli məmuruna isnadla yazıb. Bildirilib ki, Tehran Birləşmiş Ştatların Husilərə hücumları zamanı İran qüvvələrinin zərər görməməsi və Vaşinqtonla birbaşa qarşı durma yaranmaması üçün bu addım atıb. Xəbər həmçinin belə şərh olunur ki, İran Birləşmiş Ştatlarla açıq münaqişə olmasından qorxur. Bəs bir qədər təzyiq göstərilən kimi olduğu bölgəni tərk eləyən Tehran rəhbərliyi iş ciddiləşərsə Birləşmiş Ştatların hər dediyinə əməl edəcəkmi? Nüvə sazişi də daxil olmaqla bir sıra müqavilələr İran tərəfindən imzalanacaqmı? Əməkdaşımız Cavid İmaməliyev araşdırıb, izləyək. İran Amerika Birləşmiş Ştatları ilə toqquşmamaq üçün hərbi qüvvələrini Yəməndən çıxarır və Husilərə əməliyyat dəstəyini praktiki olaraq dayandırır. Britaniyanın Telegraf nəşrinin verdiyi məlumata görə Tehran Vaşinqtonun Husilərə hücumları zamanı İran qüvvələrinin zərər görməməsi və Birləşmiş Ştatlarla birbaşa qarşıdurma yaranmaması üçün bu addımı atıb. İslam Respublikası regional proksi qruplara dəstək strategiyasını azaldıb və diqqətini Amerika Birləşmiş Ştatlarının birbaşa təhdidləri ilə mübarizəyə yönəldib. İran Husilərin artıq fəaliyyətlərini davam etdirə bilməyəcəyinə və son aylarını və hətta günlərini yaşadıqlarına inanır, deyə nəşr qeyd edib. İranın indiki məqamda yaxın şərqdəki son gücü olan Husilərə də dəstəyini kəsməsi Molla rejiminin çətin vəziyyətdə olduğunu bir daha sübut edir. Göründüyü kimi, rəsmi Tehran mütəmadi olaraq Vaşinqton və Təl-Əvivə qarşı sərt bəyanatlar versə də, məsələ savaşa gələndə daima həm hərbi, həm də bir növ siyasi manevr edərək geri çəkilir. Çünki İranın hərb texnologiyası baxımından geridə qalması, zəif iqtisadiyyat səbəbindən yetərli hərbi yatırım edə bilməməsi nəinki Birləşmiş Ştatlarla, İsraillə savaşda belə çətinlik çəkməsi ilə nəticələnir. Odur ki, Tehran mümkün olduğu qədər münaqişələrdən uzaq durmağa çalışır. İran tərəfi Birləşmiş Ştatlarla olan münasibətlərdə təbii ki, anlayır ki, onun bu qədər resursu yoxdur. Həmçinin Husilərə əməliyyat dəstəyini dayandırmaq və qoşunlarını oradan çıxarmaq bu məntiqə gəlir ki, İran Birləşmiş Ştatlarla həm açıq qarşı durmadan çəkinir, həmçinin də diplomatik münasibətləri bir qədər daha da irəli aparmaq istəyir və bu baxımdan da nüvə sazişi ilə bağlı danışıqlara təkan verilə bilər. Həmçinin onu qeyd etmək lazımdır ki, yaxın şərqdə İsrail hərbi qüvvələrin fəallaşması fonunda da İran tərəfə çox da riskə getmək istəmir. Üstəlik, diqqətdə saxlanılmalı bir məqam var ki, hazırda Birləşmiş Ştatlar dünyanın bir çox bölgəsində aktiv siyasi, hərbi və iqtisadi manevrlər edir. Trump administrasiyasının açıq hədəfi olan İran uzun müddət müttəfiqləri hesabına mübarizə aparsa da, hazırda regionda tək qalır. Belə ki, Çinin Tayvan adası ətrafındakı gərginlik və iqtisadi məsələlərlə başının qarışması Rusiyanın Ukrayna cəbhəsində həm böyük güc itirməsi, həm də dalana dirənməsi, eləcə də İsrailin hərbi əməliyyatları hesabına yaxın şərqdə İrana məxsus proksi qüvvələri məhv etməsi, Tehranın hazırda heç olmadığı qədər çarəsiz duruma düşməsinə gətirib çıxarıb. Birləşmiş Ştatların hələ Husilərə qarşı mübarizəyə başlamamış, İranın bölgədən çəkilməsi isə açıq şəkildə göstərir ki, Vaşinqton təzyiqləri artıracağı təqdirdə Molla rejimi Ağ Evlə danışıqlara getməyə məcbur olacaq. Bu da həm nüvə sazişinin, həm də İran daxilində bəzi dəyişikliklərin olunması ilə nəticələnə bilər. Son günlər Birləşmiş Ştatlar İrana qarşı təzyiqlərini daha da artırıb, hərbi təhdidlər ən yüksək səviyyəyə çatıb. Bu da onu deməyə əsas verir ki, İran ətrafında həllqə getdikcə daralır. Əgər İran Birləşmiş Ştatların nüvə məsələsi eyni zamanda proksi qüvvələrlə bağlı təklifinə müsbət cavab verməsə, o zaman İranın vurulma ehtimalı artır ki, bu da nəinki İran və bölgə üçün, ümumiyyətlə dünya üçün fəlakətli bir mərhələnin başlanmasına səbəb ola bilər. Ona görə də hesab edirəm ki, İran Birləşmiş Ştatların təklifinə adekvat reaksiya verəcək və eyni zamanda nüvə məsələsi ilə yanaşı proksi qüvvələrə yardımın dayandırılması məsələsində nəzərdən keçirəcək. Digər tərəfdən, hazırda İsrail və Birləşmiş Ştatların İrana qarşı həmlələr etməsi müəyyən mənada Tehran rəhbərliyinin işinə yarayır. Belə ki, Molla rejiminin idarə etməsindən bəzən xalq son dövrlər mütəmadi olaraq üsyan və mitinqlərlə ölkə daxilində qarşı durmalara səbəb olur. Amma hazırda İrana qarşı xarici təhlükənin olması əhalinin rejimə qarşı olan nifrətini müvəqqəti səngidir. Odur ki, Tehran həm xalqı düşmən təhlükəsi ilə öz yanlarına çəkir, həm də Birləşmiş Ştatlara və İsrailə qarşı sərt bəyanatlar verir. Amma lazımi anda da geri çəkilməsini də bilir. İran, Pers kültürünə sahib bir siyasət geçmişi ilə düşmanlıq sərgiliyor olsa da, İsrail və Amerika Birləşmiş Devletləri ilə
geri planda farklı bir diyalog halinde olduğu hatırdan çıkartılmamalıdır. Düşman kardeşler pozisyonuyla bir politika uygulayan İsrail'e karşı, Amerika Birleşik Devletleri'ne karşı İran, iç kamuoyunu ve Şii ihlali kapsamındaki etnik ve demografik yapıyı etrafında kenetlemeye çalıştığı ve bunları dizayn ve kontrol altında tutmaya çalıştığı hatırdan çıkartılmamalıdır. Son dövrlər həm xarici, həm daxili gərginliklərlə mübarizə aparan İranda sükutun nə zaman bərqərar olacağı hələlik sual altındadır. Hazırda isə ölkənin taleyi Çin və Rusiyadan xeyli asılıdır. Pekin və Moskva Vaşinqtonun öz üzərlərində qurduğu oyunları poza bilsə, bəlkə Tehrana köməyə gələ bildi. Əks təqdirdə gələcəkdə baş verə biləcək hadisələr Molla rejimi üçün heç də yaxşı nəticələnməyəcək.